أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف خلقه محمد وعلى أهل بيته الطيبين الطاهرين. اللعن الدائم على أعدائهم أعداء الله أجمعين من الأولين والآخرين إلى قيام يوم الدين وبعد. Kur'an-ı Kerim'in Ahzab suresinin 30. ayəsində Allah Teala müəyyən şəxslərdən seçkilikləri və rəzillikləri uzaq etdiyini və onlara pak və tərtəmiz qərar verdiyini bizlərə bəyan edir. Təbii ki, ayənin möhtəvası və məzmunu önəmli olduğu üçün tarix boyu alimlər, müfəssirlər araşdırıblar ki, bu ayənin nazil olduğu şəxslər kimlərdir? Yəni, bu ayə kimlər barəsində nazil olub? Əlbəttə, biri sual edə bilər ki, Allah Teala hamıdan paklıq və təmizlik istəyir. Nəyə görə biz bu ayənin müəyyən kəslər barəsində nazil olduğunu araşdıraq? Cavab budur ki, bəli, Allah Teala hamıdan paklıq və təmizlik istəyir. Lakin paklığın və təmizliyin dərəcələri və mərhələləri var. Allah Teala'nın ümumi insanlardan istədiyi paklılıqla xüsusi insanlardan istədiyi paklıq bir-birindən fərq edir. Necə ki, elm bu cürdür. Allah Teala hamıdan elm istəyir. Hamının elm əhli olduğunu istəyir və hamıya elm əta edir. Lakin Allahın ümumi insanlardan istədiyi elm və ya onlara verdiyi elmlə xüsusi insanlara, peyğəmbərlərə verdiyi elm fərq edir. Ona görə Allah Teala düzdür hamıdan paklıq istəyir, lakin xüsusi insanlardan istədiyi paklıq ümumi insanlardan istədiyi paklılıqdan fərq edir. Ona görə alimlər bu məzmuna söykənərək tarix boyu araşdırıblar ki, görəsən bu ayə kimlər barəsində nazil olub. Çünki bilirlər ki, bu ayənin məzmunu xüsusi fəzilətə və məziyyətə dəlalət edir. Ona görə bu ayənin nümunələrini tapmaq üçün cəhd ediblər. Hədislərə keçməmişdən öncə bir müqəddiməni qeyd edim. O müqəddiməni yadınızdadırsa, məhərrəmliklə bağlı söhbətlərimizdə bir dəfə demişdik. Sünnətin dində yeri. İbn-i Useymindən, sələfi alimlərindən, müasir sələfi alimlərindən olmuş. İbn-i Useymindən stat gətirdik ki, İbn-i Useymin deyir ki, sünnət Qurandan sonra ikinci məslərdir və Qurandan sonra ikinci məslər olmağı ədəd etibarləndir, nəinki rütbə etibarı ilə. Çünki əgər səhih olsa, düz yolla bizə gəlib çatsa, dərəcə etibarı ilə Quranla eyni həddədir. Ona görə əgər sünnət səhih gəlsə, hətta ixtiyarı var ki, Quranı belə nəsx eləsin. Bu, İbn-i Useyminin usul təfsirdə dediyi söz idi ki, həmin dərsimizdə biz bunu qeyd etmişik. Ona görə, əgər Peyğəmbərdən səhih bir sənədlə bizlərə hədis gəlsə ki, bu ayə müəyyən kəslər barəsində nazil olub, artıq bundan sonra heç kimin ixtiyarı yoxdur ki, kəlmənin ümumi mənasına, məfhumuna istinad edərək ayənin nümunələrini çoxaltsın. Yəni, bir nəfər qalxsın desin ki, xeyr, əhlul beyt, əhl kəlməsi lüğətdə, kitablarda geniş mənada istifadə olunub. Ona görə biz əhl beyt sözünü müəyyən kəslərə aid edə bilmərik. Bu metod yanlışdır. Niyə? Çünki əgər Peyğəmbər özü bizlərə bəyan etsə ki, bu ayədən Allahın muradı filan kəslərdir, da artıq heç kimin ixtiyarı yoxdur ki, kəlmənin ümumi mənasına istinad eləsin. Necə ki, Quran-ı Kərimdə nə çox ayə var ki, məna etibarında, məfhum etibarında genişdir. Lakin Peyğəmbər gəlir, onu xüsusi yerlərə tətbiq edir və heç kim də burada qalxıb demir ki, xeyr, bu lüğəvi məna olaraq ümumidir, biz də gərək bunu ümumi qəbul edək, o zaman sünnətin mahiyyəti nə olar ki? Sünnətin yeri nə olar ki? Sünnətin vəzifələrindən biri budur ki, o mənalara öz yerini bildirsin, yəni o mənaların işlənmə yerlərini bizlərə bəyan etsin. Ona görə, əgər bizlərə sabit olsa ki, burada əhl-i beytdən məqsəd müəyyən kəslərdir, heç kimin ixtiyarı yoxdur ki, sözün lüğəvi mənasına istinadən nümunələri çoxalsın. Mən bir neçə hədis bu barədə qeyd etmək istəyirəm ki, ayə kimlər barəsində nazil olub. Təbəri, təfsiri Təbəri, bildiyiniz kimi, sünni mənbələrində təfsiri kitablar arasında ən qədim və mötəbər kitablardan biridir. Təfsiri Təbəriyə bu ayənin təfsirinə baxanda məlum olur ki, təfsiri Təbəri 15 dənə hədis gətirib. Ayənin kimlər barəsində nazil olduğu barədə 15 dənə hədis gətirib. Lakin maraqlıdır ki, çox maraqlıdır.
15 dənə hədisdən 14 dənəsini yalnız və yalnız 5 şəxsə aid edib ki, hədislər bu 5 şəxsə işarə edir. Yalnız və yalnız bir hədisdə bu ayənin Peyğəmbərin xanımları barəsində nazil olduğu qeyd olunur. Və özü də bu bir dənə hədis sənəd və məzmun etibarıyla müşküllüdür ki, oxuyanda onu qeyd edilsin. Deməli, biz 14 dənə hədisi bir hədisdən üz-üzə qoysaq ki, ziddilər, gələ biz neyək? O 14 dənəni qəbul edək. Çünki bir dənə hədis sənəd etibarilə 14 dənə müqabilində tabi gətirilməz. Hədis elmdə bu cür deyilir. Əgər bir hədis çoxlu yollarla bizə nəql olunub və mənası da məşhur olub, o zaman bir dənə hədis onun müqabilində əgər ziddiyyət təşkil etsə, təbii ki, şərti budur ki, ziddiyyət təşkil etsin və cəm eləmək mümkün olmasın. Əgər bir hədis 14 yolla bizə nəql olunub, çoxlu yollarla bizə nəql olunub, təbii ki, o bir dənə hədisdən üstündür və onun məzmunu o bir hədisin məzmunundan üstündür və o bir dənə hədis gərək tərk olunsun. Mən nümunə olaraq bir neçə hədis oxumaq istəyirəm və sonda da o bir dənə hədisi qeyd edəcəm. Əbu Said Əl-Xudri nəql edir ki, Peyğəmbər belə buyurdu. Nəzələt hədihil əyətu fi xamsə. Bu ayə, yəni Allah istəyir sizdən, sizi əhl-i beytdən çirkinlər uzaqlaşdırsın və sizi tək və pak eləsin, tərtəmiz və pak eləsin. Bu ayə 5 nəfər barəsində nazil olub. Fiyyə və fi Aliyin və fi Hasanin və fi Hüseynin və Fatimətə radiyallahu anha. Mənim barəmdə. Bizdə adətən əhl-i beyt deyəndə aldığımız tək İmam Əlidən başlayaraq Həsən, Hüseyn, Fatimə və digər övladlarına gedir. Lakin Peyğəmbərin buyurduğu kimi bu Qurandakı əhl-i beyt Peyğəmbərə də şamildir və Peyğəmbər də bu əhl-i beyt məfhumunun tərkiminə daxildir. Peyğəmbər buyurur ki, Əbu Said Əl-Xudri deyir, bu ayə 5 nəfər barəsində nazil olub. Mənim, Əlinin, Həsənin, Hüseynin və Fatimənin barəsində. Bu bir hədis. Digər bir hədisi ki, təvərrüq edilir. Bu hədis həm məzmun, həm də Peyğəmbərin feili olaraq bizlərə önəmlidir. Çünki Peyğəmbər həm ayənin bir növ təfsirini göstərir, həm də bunu əməli surətdə tətbiq edir. Necə? Ənəs deyir ki, Ənən nəbiyyə kənə yəmurru bi beyti Fatimə 6 əşhur. Peyğəmbər 6 ay Fatimənin evi ətrafında gəzərdi. Kulləmə xaraca iləs-salat fəyəqul. Hər zaman namaza getsəydi, yəni sübh namazı, zöhr namazı, əsr namazı, şam namazı, xiftən namazı, 5 vaxt, hər vaxt namaza getsəydi, bunu deyərdi, Əs-salatu əhləl-beyt. Ey ev əhli namaz, ey ev əhli namaz. Sonra da bu ayəni oxuyardı. İnnəmə yuridullah. Yəni Peyğəmbər bu əməli ilə həm bizlərə təfsiri göstərir ki, bu ayə kimlər barəsində nazil olub, həm də bunu tətbiq edirdi əməli surətdə ki, baxın ki, bu ayənin nümunələri fəqət bu evdə olanlardır. Bu ikinci hədis. Bir dənə də hədis oxumaq istəyirəm nümunə olaraq, həm də bu hədisdə bir mühüm mətləb var. O budur ki, Şədid Əbu Ammar bu hədisi nəql edir. Şədid Əbu Ammar Rıza kitablarına baxanda məlum olur ki, Muaviyyənin azadlı qulu olub və Şamda böyüyüb, Şamda yetişib və Şamın tərbiyəsi ilə yetişib. Şədid Əbu Ammar deyir ki, İnni cəlisuna əndə Vasilə ibn-ül Asqa. Mən Vasilə ibn Aqsa, Asqa adlı şəxsin, yəni sahabə idi. Onun yanında oturmuşdum. İzzəkəru Aliyyən. Onun yanında bir qrup insanlar var idi, Əli haqqında danışdılar. Fəşətəmuh və söydülər. Əli haqqında danışdılar və Əliyə söydülər. Bu hədis bizlərə o tarixi həqiqətini inir, bəyan edir ki, Muaviyyə həqiqətən belə bir sünnət qoymuşdu ki, Əli aşkar söyülsün, minbərlərdən söylürdü və hətta görürsünüz ki, insanlar hətta öz aralarında danışanda belə Əlini söydülər. Ona görə bəziləri istəyirlər ki, bu tarixi həqiqətin üstünü örtsünlər və bunu yalan adlandırsınlar, amma bu qeyri-mümkündür. Çünki hətta Müslimdə belə hədis var ki, Muaviyyə Səədə dedi, Muaviyyə Səəd İbn-i Vəqqasa nə dedi? Mə mənəəkə ən təsubbə Əbu Turab. Sənə nə mani olur ki, Əbu Turabı, yəni Əlini söyməyəsən? Niyə Əlini söymürsən? Təsəvvürlə Muaviyyə, gör vəziyyət, yəni tarixi siz bir anlıq təsəvvür edin. Tarixi bir anlıq təsəvvür edin. Peyğəmbərin ölümündən az illər keçib, az müddət keçib. Amma Muaviyyə özündə cəsarət edir ki, səhabəyə desin ki, sən niyə Əliyə söymürsən? O Əli ki, səhabə idi. O Əli ki, Peyğəmbərin damadı idi. O Əli ki, Peyğəmbər onun barəsində çoxlu sözlər deyir və o Əli ki, barəsində Quran nazil olub. İnna yuridullah, Peyğəmbər deyir ki, bu Əli barəsində nazil olub. Lakin Muaviyyə dedi, xeyr, sənə nə olur ki, Əlini söyməyəsən. Mənim burada bir sualım var. O budur ki,
Birinci bildik ki, sahabələr adildir. Sünni mənbələrinə görə sahabə adildir. Bir. İkinci, Peyğəmbərdən şəxsən əmr var ki, la təsubbu əshabi, mənim sahabələrimi söyməyin. 2. 3. Peyğəmbər la yantiqu anil hava, in huwa illa vahiyyuha. Peyğəmbər öz sözünü deməz, Peyğəmbərin sözü ancaq Allahın sözüdür və Peyğəmbərə itaatsizlik Allaha itaatsizlikdir. Mənim sualım budur. Peyğəmbər deyəndən sonra ki, sahabələrimə söyməyin və Əli Peyğəmbərin sahabəsi idi, Muaviyə hansı əsasa görə Əlini söyürdü? Özü də necə söyürdü? Aşkar. Özü də bunu sünnət eləmişdi. Minbərlərdə söyürdülər. Cəmaət oturanda bir arasında söyürdü öz aralarında. Hansı əsasa görə? Mümkün bəziləri bunun üstünü necə örtsün? İctihad eləmişdi Muaviyə. Əvvəla Muaviyə kim idi? Müstehid idi. Sonuç xeyr. Muaviyyənin istihadı sabit olmayıbdı. Uydurma hədislər. Ona görə bəzi alimlər vururlar ki, Muaviyyə haqqında heç bir səhih hədis nəql olunmayıb. Əhl-i-Sünnənin öz alimlər deyir. İctihad eləyirdi. Lap fərzilə bu ictihad əhlidir. Lap fərzillik. Fardul muhallə isə bu muhallizə ki. Lap fərzilə bu müstehid idi. Sual budur ki, ictihad şərtləri nədir? İctihadın şərtləri nədir? Bəyən Peyğəmbərin sözü olan yerdə, Qur'anın sözü olan yerdə, nəss olan yerdə ictihad caizdir. Çoxu xeyr. O ictihad batıl əslən, o adam əgər Peyğəmbərin sözü olan yerdə, Qur'anın sözü olan yerdə ictihad edibsə, yəni olan sözün müqamında öz rəyini gətiribsə, demək o adam ictihadın şərtinə əməl etmir. O adamın ictihadı batildir. Və necə ki, Muaviyyənin bu tarixi cinayətlərində biz bunu görürük. Adam gedir, 20 min adam öldürür, minlərlə, 10 minlərlə adamı öldürür Siffeyndə və digərləri, Cəməl, Nəhrivan. Deyirlər ki, bunlar müstehid idilər, bunlar xəta eləmişlər. Ay gözəl insanlar, bu necə ictihaddır ki, 20 min insanı öldürür, amma savab qazanır. Yəni 20 min insan, təsəvvürlə 20 min insan ölür sənin ucbatından və sən savab qazanırsan. Bu hansı dindir? Bu hansı məntiqdir? Bu hansı Qur'anın ayəsi ilə uyğun gəlir? Qur'an demir ki, mən qatələ müminən mutaammidən, əgər bir insan bir mümini qəsdən öldürsə, fəcəzauhu cəhənnəm, onun aqibəti cəhənnəmdir və əbədi qalacaq. Bir insan bir mümini qəsdən öldürsə, əbədi cəhənnəmdə olacaq. O ki, halda 20 min özdə olan içərisində səhabə var, olan içərisində elm əhli var, olan içərisində əmmar var. Necə ictihad bu hansı ictihaddır? Bu hansı ictihadı ki, bizim xəbərimiz yoxdur. Bu hansı ictihadı ki, tarix usul kitablarında bundan əsər əlaməti yoxdur. Belə bir ictihadın, yəni belə bir ictihadın kitablarda əsər əlaməti yoxdur. Amma iş o yerə gəlir ki, Muaviyyənin cinayətləri ört bastır edilmək üçün axirətini dünyasını satmış alimlər bu cür fətvalar verirlər ki, ictihad idi. İctihad idi. Və niyə Əbu Bəkirə qarşı çıxanlar mürtəd olaraq adlandı? Yəni tarixdə Əbu Bəkirə zəkat verməyənlər mürtəd, əhl-i riddə olaraq adlandırdılar. Onlar da müstəhid idilər. Niyə onlara müstəhid demirsə, onlara mürtəd deyirsiniz? Osmana qarşı çıxanlar niyə münafiqdirlər? Onlar da müstəhid olsun, çoxu xeyr. Əbu Bəkirə qarşı, Ömərə qarşı, istənilən sahabəyə qarşı çıxan mürtəddir. Lakin istisna Əlidir. Əliyə kim qarşı çıxsa müştəhiddir. Əliyə kim söysə müştəhiddir. Əliyə qarşı kim hər cür müxalifət eləsə müştəhiddir. Bu tarixin oyundan məsələ xəbər verir ki, Əli əleyhissalama qarşı olan düşmənçilik, Əli əleyhissalama qarşı kin hansı həddə idi ki, bu cür oyunlar gedib ki, həqiqətən insanlar bu sözləri işləndə gülsün, ağlasın bilmir. Yəni necə bir insan minlərlə insan öldürsün, necə bir insan Peyğəmbərin sahabəsini söysün, Quranın barəsində nazil olduğu ayəni, Quranın barəsində nazil olduğu şəxsi söysün, ona müstəhid olsun və buna savab verilsin. Ala kullan. Yəni insan gəlib bunları düşünsün, hər şey təlqinlə, hər şeyi kör-körənə qəbul eləməsin. Bəzi insanlar hər şeyi kör-körənə qəbul edir. Nə deyir, qəbul edir. Ona görə Buxarinin ilk babı nədir? Əl-İman, Kitabul İman. İman et. Düşünmə sonra. Əvvəl iman et, qəbul et. Muaviyə 20 min adamı öldürüb, haqqın yoxdur söz deyəsən. Muaviyə Əlini söyür, haqqın yoxdur söz deyəsən. Amma o öldürə bilər, o 20 min nəfər öldürə bilər, o müştəhid, amma sən haqqın yoxdur. Necə bir ictihaddır. Amma usul kafiyə baxın, ilk bab nədir? Kitabul aql, düşüncə. Əvvəl düşün, dərk elə. Çünki sən düşünməyəndən sonra, dərk eləməyəndən sonra imanın nə faydası var? Sənə iman adı ilə hər şey sırayacaqlar. İsrailiyyat gələcək oradan, buradan, bu cür yalanlar, saxtakarlar, dini sənə tərsinə başa salacaqlar, adına qoyacaqsan iman. Amma o iman ki, kökündə ağıl var, düşüncə var, təfəkkür var, sağlam, o iman məquldur.
Yoxsa xristianlarda iman var. Düşüncə yoxdur, hər şey qəbul et, hər şey iman gedir. Bu iman Allah'ın yanında heç bir qiyməti yoxdur. Ona görə şədid deyir ki, mən Vasilənin yanındaydım, bir qrup insan da oradaydı və onlar zararlı əlini yandırdılar və Əliyə söydülər. Fəşətamu. Əliyə söydülər. Deyir, onlar gedəndən sonra Vasilə dedi ki, otur, iclis. Hətta uxbirəkə ən həzəlləzi şətamu. Otur, onların söydüyü və sənin də söydüyün şəxs barəsində sənə xəbər verim. Bunun ki, mən bir gün Peyğəmbərin yanındaydım. Peyğəmbər onları əbasının altına aldı və onlar barəsində bu ayə nazil oldu. Bu 3 dənə nümunə hesab edirəm kifayətdir ki, bu ayənin kimlər barəsində nazil olmağını bizlərə açıq-aşkar bəyan edir. Bu 14 dənə hədis dedik ki, 5 nəfər barəsində ayənin nazil olduğunu qeyd edir. Lakin bir hədis, 15 dənə hədisdən yalnız biri ayənin Peyğəmbərin xanımları barəsində nazil olduğunu bizlərə bəyan edir. Və biz hədisə baxanda, hədisin həm sənədində, həm də mətnində müşkil olduğunu görürük. Hədis Əlqəmədəndir. Əlqəmədə ki, İkrimə. Ki, bildiyiniz kimi İkrimə İbaziyyədən idi, Xəvarişdən idi. Əlinin ən böyük düşmənlərindən idi. Kənə yunədi fissuq, gedərdi bazara və bazarda bu cür nida edərdi. Diqqət edin. İnnəmə yuridullah liyuzhəb ankum ric. Bu ayə nəzələt fi nisə'in nəbi xassətən. Yalnız və yalnız Peyğəmbərin xanımları barəsində nazil olub. Diqqət edin, İkrimə gedərmiş bazara və bazarda qışqırarmış ki, nida eləyərmiş ki, ey cəmaat, bu ayə yalnız və yalnız Peyğəmbərin xanımları barəsində nazil olub. Sual, axı, nə ehtiyac var idi ki, İkrimə və hansı səbəbə görə, hansı illətə görə gedərmiş bazara və bazarın ortasında nida eləyərmiş ki, ey cəmaat, bu ayə Peyğəmbərin xanımları barəsində nazil olub. Bəyəm alimlər, bəyəm xətiblər bunu öz əsərlərində, kitablarında, məsciddə, minbərdə bunu insanlara çatdırmırdılar. Bəyəm Peyğəmbərin dövründə bu nazil olmamışdı, cəmaat bilmirdi. Əgər bilirdisə, İkrimə nəyə görə gedib bazarda, ha, bazarda. Yəni, məsciddə olsa yenə deyərəm, hə. Elmi məclisdə olsa yenə deyərəm, hə. Amma bazarın olsa sən qışqır ki, ey cəmaat, bu ayə filan ki, Peyğəmbərin xanımları barəsində nazil olub. Bu, İkrimənin xariciliyini, xəvariciliyini ispat edən bir dəlildir. Ki, bilirdi ki, cəmaat bilir ki, bu ayə 5 nəfər barəsində nazil olub. Lakin gedərmiş bazara ki, cəmaatın zehnini inəsin, qarışdırsın. Bu bir irad. İkinci irad hədisin mətnindədir. Nədir? Bu ki, nəzələt fi nisə'in nəbi xassətən, yalnız və yalnız Peyğəmbərin xanımları barəsində bu ayə nazil olub. Cavabıdır ki, xeyr. Bu söz Quranın mətninə ziddir. Ayə yalnız və yalnız Peyğəmbərin xanımları barəsində nazil olmayıb. Ola da bilməz. Çünki ayədə liyuzhibə ankum kişi əvəzliyi istifadə olunub. Kişi cinsindən istifadə olunub. Əgər ayədə yalnız Peyğəmbərin xanımları nəzər tutulsaydı, necə ola bilər ayə ankum olaraq gəlir? Yəni, kişilərə işarə olaraq gəlir. Ən az orada bir kişi var idi. Ən azı. Amma bu kidir, xeyr. Yalnız Peyğəmbərin xanımları barəsində nazil olub. Bu, tarixin oyunlarıdır. Və bu oyunlardan çox, siz əgər tarixi oxusa çox görə bilərsiniz. Adam xaricidir. Əliyə qarşı düşmənçiliyi var. Həqiqətdə Peyğəmbərə qarşı düşmənçiliyi var. Və gəlir, insanların zehni buzur, qatır və insanları bazardığı qədər Əlinin fəzilətlərindən, Əhl-i Beytinin fəzilətlərindən uzaqlaşdırmağa cəhd edir. Bu hədislər bizlərə səhih və mötəbər şəkildə bəyan elədir ki, bu ayə Peyğəmbər və onun Əhl-i Beyt, yəni Əli, Həsən, Hüseyn və Fatimə barəsində nazil olub və Peyğəmbərin xanımlarına əlaqəsi yoxdur və digər Əqil və Cəfər ailəsi ilə, Abbas ailəsi ilə də uzaqdan yaxından heç bir əlaqəsi yoxdur. Bu bir dəlil. İkinci dəlil mümkündür ayənin biz daxilindən tapaq. Yəni ayənin əvvəlinə və sonrasına baxanda, özündən əvvəl gələn ayələrə və özündən sonraki gələn ayələrə də baxanda mümkündür bunu tapaq. Necə? Siz ayəyə baxsanız, yəni özündən əvvəl gələn ayələrə baxsanız, məsələn, Allah Teala buyurur: "Vaqarna fi buyutikunna." Buyurur ki, evlərinizdə oturun. "Vazkurna ma yutla fi buyutikunna." Məsələn, evlərinizdə olanı zikr edin. Bu əvvəl və sonra gələn ayələrə baxanda görürük ki, ayədə buyut, evlər sözü keçir. Bildiğiniz kimi buyut, beyt sözünün cəmidir, yəni evlər.
Bu ayənin əvvəlində və sonrasında, yəni özündən əvvəl və özündən sonra gələn ayələrdə buyut sözü keçir, yəni evlər. Lakin bu ayə bizə nə göstərir? Onu göstərir ki, Peyğəmbərin xanımlarının özlərinin hərəsinin başqa xüsusi evləri var idi. Lakin biz 33-cü ayənin o hissəsinə gələndə artıq burada evlər sözü gəlmir, evlər sözü işlənmir. Əhləl beyt, artıq evlər yox, ev sözü gəlir. Yəni əvvəl deyir ki, Peyğəmbərin xanımlarına xitab edir. Evlərinizdə oturun, evlərinizdə olan Quran ayələrinizə işledin, evlərinizdə buzur edin, evlərinizdə buzur edin. Lakin tətir ayəsində gələndə deyir evdə. Artıq evlər sözü gəlmir. Bu özü dəlildir ki, burada ayə Peyğəmbərin bütün xanımlarına şamil deyil. Əgər bütün xanımlarına şamil olsaydı, gərək əvvəl və sonrakılarda gəldiyi kimi əhləl buyut gələrdi. Lakin əhləl beyt gəlir, yəni bir evdən söhbət edir. Bunu göstərir ki, Quranın özü daxilindəki bu tərtibi onu göstərir ki, bu ayə müəyyən şəxslər arasında nazil olub və Peyğəmbərin xanımları ilə heç bir əlaqəsi yoxdur. Və məşhur iradlardan biri, sonuncu bəhs edildim, söhbət qutarsın. Məşhur iradlardan biri də budur ki, deyir, əgər biz bu ayəni Peyğəmbərin əhl-i beytinə, yəni Əliyə, Həsən, Hüseyin və Fatimə aleyhissalama aid eləsək, bu bir növ Quranın fəsamətinə ziddir. Yəni necə ziddir? Yəni baxırıq əvvəldə Allah Taala Peyğəmbərin xanımlarına xitab edir. Sonra da yenə Peyğəmbərin xanımlarına xitab edir. Ortada Əliyə və 200 nəfərə xitab edir. Yəni əvvəldə müəyyən şəxslər, sonra da müəyyən şəxslər, amma ortada başqa şəxslər. Bu Quranın sanki fəsaməti ilə uyğun deyil. Cavabıdır ki, buna bizim iki cavabımız var. Bir nəqzi cavabımız, bir həlli cavabımız. Nəqsi cavabımız budur ki, əgər fəsahət bundan xələl tapırsa, o zaman elə əhləl beyt, beyt sözünün özü də fəsahətə xələl yetirir. Yəni necə? Yəni əvvəldə buyut gəlir, sonra da buyut gəlir, xeyrullah ortada beyt gəlir. Əgər siz fəsahəti bu cür anlamısınızsa, onda ən böyük fəsahət elə cümlənin tərkibindədir. Nəinki mənasında, tərtibində, lüğəvi tərkibində. Yəni əvvəl buyut gəlsin, sonra buyut gəlsin, ortada beyt gəlsin, evlər gəlsin, sonra əvvəldə evlər gəlsin, sonra da evlər gəlsin, ortada ev gəlsin. Bu hansı fəsahət uyğundur? Əgər bu fəsahətə ziddirsə, onda bu da ziddir. Cavabıdır ki, siz bunu qəbul edirsiniz. Cavabıdır ki, xeyr, heç kim bunu qəbul etmir. Heç kim Quranın fəsahətinə şəkk elə bilməz. Əgər fəsahətə şəkk elən olsaydı, o dövrün ərəbləri ki, ərəb dili sahəsində onlar ən böyük zirvəyə çatmışdılar, onlar etiraz edirlər ki, bu necə Qurandakı fəsahətində nöqsan var. Onlar heç bir şək və irad gətirmədiyi üçün məlum olur ki, Quranın fəsahətində zərrə qədər şək ola bilməz. Ona görə, əgər sizin iradınız budursa, bizim də nəqzi iradımız budur. Siz necə edirsiniz? Bu məna olaraq fəsadə ziddir, biz də kəlmə olaraq deyirik ki, bu ziddir. Əvvəldə beyt gəlib, əvvəldə buyut gəlib, sonra da buyut gəlib. Yəni əvvəldə evlər gəlib, sonra da evlər gəlib, gərək ortada da evlər gəlsin. Nəyə görə əvvəldə evlər, sonra da evlər gəlir, ortada ev gəlir. Bu bir. İkinci budur ki, bəyəm Quranın üslubunda belə bir şey yoxdur. Yəni əvvəldə bir şeydən danışsın, ortada bir şey danışsın, ortada başqa şeydən cavabı düşü var. Bəqərə surəsində baxın 220-ci ayədən başlayın oxumağa. Peyğəmbər ümumiyyətcə xanımlardan danışır, tələqdən danışır, vərasətdən danışır, irsdən danışır, süd vermədən danışır, nə bilim iladan danışır, zihardan danışır, nədən danışır, gəlir ortada namazdan danışır. Və hafizus salavatı və salatul vusta. Və sonra başlayır yenə talaqdan danışmağa, o qadınlara ait hökmlərdən danışmağa. Əgər belə bir şey fəsahətə ziddirsə, gəlir orada zidd olsun. Əvvəl talaq, qadına ait hökmlər, ortada namaz, sonra yenə qadın və talaq və bu kimi hökmlər, irs, vəsiyyət və s. Çox demək, məlum olur ki, bu şey Quranın fəsahəti ilə ziddiyyət təşkil edir və belə bir şey heç kimin ağlına gəlmir. Amma üçün burada bu ayə Peyğəmbər və əhl-i beyti barəsindədir. Ona görə əlinizdən gələn qədər neymirsiniz, çalışırsınız ki, buna irad gətirəsiniz ki, bir yolla Peyğəmbər və əhl-i beyti barəsində gələn bu fəziləti biz neyək? Onlardan uzaqlaşdıraq. Lakin Qurandan anlayış olan, Qurana bələd olan, Quran oxumağı bacaran və Quranla aşinalığı olan bir şəxs sadə formada anlayır ki, bunun Quranın fəsahəti ilə, bəlağəti ilə heç bir ziddiyyəti yoxdur. Ona görə əzizlər, bizlərə sabit olur ki, bu ayə, Tətil ayəsi Peyğəmbər xanımları barəsində nazil olmayıb.
Nəinki Peyğəmbər xanımları heç Cəfər, Əqil və İbn Abbas ailəsi haqqında nazil olmayıb. Çünki təfsir kitablarında mötəbər hədislərdə bunu biz tapmırıq. Bəlkə mötəbər hədislərdə bizim tapdığımız budur ki, Təbəri özü 14 dənə hədis nəql edir. Bu, əlbəttə, Təbəri nəql edir. Digərlərində üstünə qoysaq, yollar çoxalır. Yəni, hədisin yolları çoxalır. Təbəri 14 dənə hədis və digər alimlərin də hədislərini cəm eləyəndə məlum olur ki, bu ayə müəyyən kəslər barəsində nazil olub. Onlar Peyğəmbərdir, Əlidir, Həsən, Hüseyn və Fatimə əleyhissalamdır. Və bu ayənin əta etdiyi, bəxş elədiyi o fəzilət yalnız və yalnız bu şəxslərə aiddir və digərlərinə aid deyil və Peyğəmbər də əməli surətdə də hər dəfə namaza çıxanda 6 ay müddətinə, bəzilər 7 ay deyir, həmişə namaza çıxanda sırf Fatimənin evinə yönəlməsi və bu ayəni o evə oxuması, o evin əhlinə oxuması, bu da əməli surətdə başqa bir dəlildir ki, bu ayə onlar barəsində nazil olub. Və Peyğəmbərin bu bəyanından sonra, Peyğəmbərin bu feilindən sonra heç kimin ixtiyarı yoxdur ki, getsin Həzrəti İbrahimin barəsində özünə və ailəsinə nazil olan əhl-beyt kəlməsini gətirsin və əhlin lüğəvi mənasına istinad eləsin və desin ki, xeyr, əhl geniş mənada istifadə olunur. Əgər belə olsa, Quranın üzərində kəlmə oyunu oynamağa nə var ki? İstənilən bir kəlməni ki, Peyğəmbər onu xüsusi yerlərə aid edib, mən onun lüğəvi mənasına əsaslanaram, deyirəm ki, xeyr, bu ümumidir. Halbuki bunu elm əhli, sözüm elm əhlindən cahillər işi yoxdur. Elm əhli bunu nə edir? Qəbul etmir. Elmdən anlaşı olan bunu qəbul etmir. Amma təəssüflər bəziləri elmdən agah olmadığı üçün, yalnız və yalnız təlqin olduğu üçün işi ancaq təlqin edir. Yəni, düşünmə yoxdur, təfəkkür yoxdur. Yəni, bu sözü ki, mənə deyirlər, görəsən, düzdür. Allah mənə ağıl verib, düşüncə verib. Bir düşünüm, görün, bu söz ki, mənə deyirlər, bu düzdür ya, yox. Əgər insan təlqin əvəzi düşünsə, təfəkkürlə səbəb mənbələrə müraciət eləsə görə ki, bu ayənin nə uzaq qohumları ilə, Cəfər ailəsi ilə, Əqil ailəsi ilə, İbn Abbas ailəsi ilə əlaqəsi yoxdur, nə də bu Peyğəmbərin xanımları barəsində nazil olunur. Bəlkə mötəbər hədislər və həm də Quranın daxili tərtibi bizlərə göstərir ki, bu ayə müəyyən şəxslər Peyğəmbər Əli, Fatimə və Həsən, Hüseyn barəsində nazil olub. Ona görə ayənin ifadə etdiyi məziyyət və fəzilət də yalnız o şəxslərə şamildir. Assalamu aleykum və rəhmətullahi və bərəkatuh.